Herkes salamlayıram bugünkü vlogumda və yeni bir vlog ilə gəlmişəm. Bugünkü vlog çox maraqlı olmalıdır qızlar. Çünki bugün həm motivasiya olacaq vlogumda. Mənimlə birlikdə evləriniz əgər sizin də yığışdırılmalıdırsa yığışdıra bilərsiniz və çoxlu polufabrikat düzəldəcəm. Bu dəfə yeni reseptlər var, yeni yeməklər hazırlamışam. Çünki mən də xoşlamıram ki, hər dəfə eyni bir şeyləri buzluğa qoyum. Çünki insan eyni yeməklərdən də bezir və rəngarənglik istəyir. Bu vlogda hər günümdən biraz çəkmişəm. Bu rayondan gələndən sonra bir həftəm içində nələr etmişəmsə bu vlogda görəcəksiniz. Rayondan gələndən sonra paltarlarım çoxlu yığılmışdı burada. Ona görə ən birinci onları maşına saldım və bu balkonumda olan balaca belə mətbəx deyimmi, yoxsa qaz peçi olan stol üstünü mü deyim, buranı silirəm, təmizləyirəm. Bu arada bizim balaca gözəlimiz də balkondan baxmaq istədi. Mütləq biz balkon qapısını açan kimi bura qaçır. Biz də bunu belə tuturuq ki, biraz baxıb doysun. Həm də qızlar belə bir şey demək istəyirəm sizə. Bu həftə içində mən özümə yeni bir vərdiş aşılamaq istəyirəm. Ona görə də hər gün saat 6-da dururuq və mənim bacım qızımla Nərminə ilə saat 6-da daha doğrusu görüşürük. Hardasa 5-də 6-nın yarısı artıq yuxudan oyanırıq və gedirik yanımızdakı parkda yürüyüş edirik və bu həftə içi hər gün bunu etdik. Amma aramızda belə bir razılığa gəldik ki, 6 bazar günü getməyəcəyik. Çünki hər gün belə tez dursaq da 6 bazarı biraz insan istəyir ki, rahat dursun. Budilnik səsi ilə yox. Ona görə də 6 bazarı bu işlə məşğul olmuruq. Amma belə də ki, həm mən, həm o evdə həftə içi də 3 dəfə idmanla məşğul oluruq. Özümüz evdə öz gücümüzlə YouTube bizə kömək olur. Balkondakı gülləri yenə də biraz təmizlədim və birazını da kəsdim ki, qoyum suya. Yenə bunlardan başqa balaca bir qablarda əkmək istəyirəm. Hal-hazırda gördüyünüz bu mənzərə mənim qonaq otağımdır. Həmişəki kimi hər şey uçur. Çünki rayondan gələndən sonra demək olar ki, yığışdırmamışam. Ona görə də indi bunları hamısını etmək istəyirəm. Həmişəki kimi bacım qızım da bizdədir. O yol üstü buradan keçəndə mütləq bizə gəlir. Ona görə də bütün videolarımda burada görə bilərsiniz onu. Bir də ki, çox xoşlayır yığışdırmaq. Mənim qızım bizdən fərqli olaraq o qədər xoşlamır bu işlərlə məşğul olmaq. Onunki odur ki, bir kitab götürsün və uzanıb onu oxusun. Boş vaxtında biz isə boş vaxt tapmırıq. Çünki pastayana evdə nəsə gördük ki, orada buradadır. Bunu mütləq yığışdırmalıyıq və buna həvəsimiz də var. Ona görə də birlikdə bunu eləyirik, çalışırıq ki, həmişə birlikdə eləyək. Və bundan başqa da dediyim kimi həmişə yol üstü bizə gəlir və mən deyəndə ki, mən yığışdırıram, o mütləq mənə qoşulur və başlayır mənimlə evləri səhmana salmağa. Və mən də onlara gedəndə eyni şey eləyirəm, görürəm ki, orada nəsə eləyirlər, mən də çalışıram ki, onlara kömək eləyim. Ona görə bizdə bu adətə çevrilib. Burada isə Emil həmişəki kimi bizə kömək eləyir və düşünürəm ki, Emil də bizim xəsiyyətdə bir insandır. Oğlan olduğuna baxmayaraq, məncə böyüdükdə də biraz bizə köməkliyi hələ edəcək. Biz isə yavaş-yavaş hər şeyi götürürük, lazımsız əşyaları yer edirik, tozları silirik və həmişəki kimi axırda isə buranı plisosla eləyəcək. Nərminə biraz divanın üstünü balaca plisosla eləyəcək. Yerləri isə mən tam böyük plisosla eləyəcəm ki, dediyim kimi həftədə bir dəfə o böyük plisosla hər yeri silirəm, toz soranlayıram, amma həftə içi hər gün balaca plisosla bu təmizliyi qoruyub saxlayıram. Rayona getmişdim deyənəm, balıqların suyunu dəyişməmişdim. Əslində hər 4, maksimum 5 gündən bunların suyunu dəyişirəm. Çünki akvarium balacadır, balıqlar isə böyüyüb. Siz fikir versəniz görürsünüz ki, balıqlar böyüyüb. Bu bənövşəyi rəngdə olan balıq çox balacaydı, dırnaq boyutdaydı. Onu demək olar ki, mən burada bu akvariumda tapa bilmirdim. Amma indi o qədər böyüyüb ki, onu bu videoda da görə bilərsiniz. Bir də ki, bu tigrovi rəngdə olan balıq da balacaydı, amma indi baxın nə boyda olub. Yavaş-yavaş bu akvarium bunlara çox balaca olacaq və akvarium indi də bunlara balaca olduğundan su tez çirklənir. Bu qızıl balıqlar əslində suyu çox çirklədir və bu böyük tigrovi və onun yanındakı ağ balıq isə təmiz su xoşlayırlar. Bir də ki, bunların temperaturasının, suyun elə bir ki, dərəcəsini də bunlarda uyğunluq gəlmir. Qızıl balıqlar səhv eləmirəmsə daha soyuq xoşlayır, o birisilər isə skalarilər isti ya da tərsinə idi, dəqiq indi yadımda deyil. Demək istəyirəm ki, burada da biraz onlarda xəsiyyətlərində ayrılıq var və indi fərqlilik var daha doğrusu və yavaş-yavaş bunların yəqin ki, akvariumlarını dəyişəcəm. Amma hal-hazırda çalışıram tez-tez suyunu dəyişim, təmiz saxlayım ki, balıqlara heç nə olmasın. Biraz da böyüyəndən sonra mütləq akvariumu dəyişəcəm. Mən isə burada artıq plisos işinə baxıram. Tez-tez hər yeri plisoslayıram və sonradan par aparatı ilə buranı
siləcəm. Mən bu işləri gördükcə Nərmiş də götürüb buradakı paltarları yığışdırır. Rayondan necə gəlmişik, paltarları çıxartmışam sumkadan, amma yerbəyer eləyə bilməmişdim. Sağ olsun Nərminə mənə kömək elədi. Bunları da indi yerbəyer edəcək. Bir də burada biraz yuyulan paltarlardan da var. Onları da qatlayıb qoymuşduq. İndi bunları hamısını yerinə qoymaq lazımdır və bu işlə Nərminə məşğuldum və həmişəki kimi də Emilçik burada kameradan özü necə görünürsə ona da baxır. Səhər tezdən gəlmişəm Nərmişlə gəzməyə. Saat hal-hazırda 7 işləyib. Əslində biz 6-da danışmışdıq. Amma mən belə deyim də gecikdirdim. Gəlmənəm. Ona görə indi də mən gedirəm. Yanımızdakı bu parkda gəzməyə, hər gün gəzməyə qərara gəldik. Səhər mən əslində çoxdan istirdim, bir aralarda gəzirdim. Amma ki nəsə sonra qış oldu, sonra qışda da çıxa bilərəm. Əslində Emillə biraz çətindir mənim üçün və ona görə belə qaldı. Amma mən indi çəkimi biraz azaltmaq istəyirəm, həm də sağlamlıq üçün idman edirəm, amma gəzməyi də istəyirəm. Sağlamlıq üçün heç olmasa günə 10.000, 15.000 addım etmək lazımdır. Mən də istəyirəm ki, bunu səhər tezdən eləyim və gün boyu bu fikirdən azad olun. Baxın nə gözəldir. Hava saat 6 olsa da çox istidir. Kaç. Biz burada ikinci gündə artıq gəzirik. Yenə də saat 6'da saatımı unutmuşum. Yoxsa göstərərdim sizə saatin üzərində. O bir telefonum var. Dəqiq göstərməliyəm sizə. Göstər telefonda. 6. Çünki artıq bu qədər gəzirik. Və bugün gəzə-gəzə ingilis dilində oxuyuruq ki, biz istəyirik ki, vaxtımız heç elə belə hədər getməsin. Dubavadmam. Hər dəfə gəzməkdən sonra evə gələndə evdəkilər yatır və mənim özüm üçün vaxtım olur və bu məni çox sevindirir. Və məni kimsə gözləyəndə mütləq oyanıram. Belə isə özüm tək getsəm gəzməyə, məsəl üçün bəlkə hərdən tənbəllik getməyə də bilərəm. Amma kimsə gözləyəndə mütləq oyanacağam, gedəcəm, özümü deməli məcbur edəcəm bunu etməyə. Düzdür, mənə bu xoşdur, amma dediyim kimi biraz yuxudan durmaq məsələsi var. Amma belə də evdə olanda da çox vaxtı 7-də dururam. Çünki belə durmasam işlərimi hamısını çatdıra bilmirəm. Və gələndə gördüm ki, evdə hələ ki hamısı yatıb. Mən də başladım evin deməli hamam otağını yığışdırma, çünki başqa yerlərə hələ əl vura bilmirəm, oyanarlar. Ona görə hamamı yığışdırıram. Sonra isə özümü biraz özümə əl gəzdirəcəm, çünki işə getməliyəm. Ona görə də bu işləri görürəm. Artıq mən işə gedib gələndən sonra gələndə görürəm ki, hamı artıq oyanıb, səhər yeməyi yeyirlər və bu çox xoş olur. Saat isə 9'a 4 dəqiqə işləyib, mən isə işlərimi bitirdim. Burada artıq 5-ci gündür qızlar və gördüyünüz kimi mən işə gedib gəlmişəm. Bunlar oyanıblar və mətbəxim uçur. Ona görə də mən başlayıram buranı yığışdırmağa, çünki hələ bugün yarım fabrikatlar da düzəldəcəm. 6 bazar olduğundan sabahları istəyirəm bugün başlayayım ki, bir də nəsə çatmasam 6-cı gün bazar gündə edim və 1-ci günəcən həm özüm istirahət etmiş olum, həm də hər şey hazır olsun iş həftəsinə. Ona görə də başlayıram qab yuyandan qabları çıxartmağa. Dünəndən qoyduğum qablar var idi, onlar artıq hazır idi, onları indi çıxardıram. Onları çıxardandan sonra bu rakovində olan rakovin demək olar ki, doluydu qablar ilə, bunları hamısını indi ora qoyacağam. Bilirsiniz necə olur? Mənim uşaqlarım gəlirlər, görürlər ki, stəkanları, çaşkaları batıb, götürürlər başqasını. Onu yuyub, onu istifadə etmirlər. Nə qədər onlara deyirəm, amma hələ məndə bu alınmır. Yenə də götürürlər, tezələrini istifadə edirlər, yenə də qoyurlar. Hərdən belə nastroyeniyama baxır da, buna görə danlayıram onları. Hərdən də götürürəm, sadəcə belə yuyuram. Çünki düşünürəm ki, buna görə söz-söhbət etmək lazım deyil. Həm özüm yoruluram, həm onları yormuş oluram və ona görə də qoy sakitcə belə
Yenə də bu qabları yuyacağım, ona görə qoyub. Biri artıq, biri əksik olacaq, fərq etməz. Yuyum getsin. Bilmirəm sizdə necə, amma mən əgər mənim evim, mətbəxim çirklidirsə, heç nə eləyə bilmirəm, rahat olmuram və əgər nəsə hazırlayacağamsa da əvvəlcədən hər yerə yığışdırmalıyam ki, təmiz olsun ki, mən də başlayım burada nəsə bişirməyə, düşürməyə. Çünki həm də ki, bu qədər çox bişirəcəmsə, 2 həftəlik istəyirəm bişirim. Ona görə mütləq və mütləq əvvəldən hər yeri yığışdırıram. Mən burada mətbəxdə bugün əvvəlcədən sizə deyim 7 saat keçirdim. Mən burada 7 saat keçirdəmcəmsə, deməli o birislər də o biri otaqlarda nələrsə edəcəklər və oralar hamısı batıbsa, yenə üzərinə çox gələcək. Ona görə əvvəlcədən istəyirəm yığışdırım ki, həm onlar rahat olsun, öz işlərini görə bilsinlər, həm mən rahat olum ki, hər yer təmizdir. Mən isə mətbəxdə rahat öz işimi görüm. Bu kitab isə qızlar mən kənddə tapdım, kənddə yığışdıranda biz orada tapdım. Artıq çürüyürdü bu kitab, amma bunu tapdım və götürdüm. Çünki bu əmimin kitabıdır. Baxın neçənci ilin, 1973-cü ilin kitabıdır Abdullah Şaiqin və içində Kiril əlifbası ilə yazılıb və mən bunu götürdüm, oxuyuram. Baxıram ki, bəzən əşyalar o qədər dözümlü olur, o qədər nə bilim, həmişə biz əşyaların üzərində biraz əsiri eləyirik, amma əşyalar qalır, insanlar isə dünyadan köçür gedir. Və bu kitabı görəndə, ümumiyyətlə bunu düşünəndə bir də başa düşdüm ki, heç bir əşya, mülk, pul, heç bir insanın ömrünə, heç bir insana dəyməz. Mən isə artıq yığışdırıb bitirdim və düşdük mağazinə ki, bəzi məhsulları oradan alaq və gəldik. Baxın nələr aldım. İndi istəyirəm bir-bir sizə göstərim nələr almışam. Bu qədər şey aldım. İndi polufabrikatlar düzəldəcəyik. İndi göstərəcəm bir-bir nələr almışıq. Yumurta 15 adet. Deməli 5 kilo döşətə almışam. Burada yarısıdır, yarısı olmalıdır. 4 kilo ət. Bu bizim siyahımız. Deməli hamısına 130 manat 96 qəpik vermişəm. Bu ətsiz. Ətə də 90 manat vermişəm. Deməli nə aldım? Şəkər tozum. Göbələ-göbələlər nəsə o qədər heç qəşəng deyil, amma olan buydu. Pomidor. Un. Yağ. Bu yağ axırıncı vaxtları çox xoşuma gəlir. Cəmi 15 manat, 14 manat, 15 manat arasıdır. 2 dənə belə süd. Bu südlər hal-hazırda endirimdə idi. Sonra biraz göyərti. Bu da döşətinin öbürsü yarısı. Burada 2 kiloda, burada da 3 kilo. Yani 5 kilo. Qatıq. Xama. Belə yumru istiot aldım. Özüm bunu üyüdəcəm. Kabaçok. 2 dənə, 4 dənə. 5 dənə Holland pendiri. Sonra 4 dənə belə kəsmiyi aldıq. Çünki o bir kəsmiklərin suruku çox az idi. Ona görə bundan aldıq. Bunun da qiyməti də yaxşıdır, tərkibi də savuşdu. Hamısı 1%'dır. Bir dənə də bundan aldıq. Dr. Milk 0%'dır. Bu dietikdir və bu da tərkibi gözəldir. Sonra qabartma, vanilin, soğan, kartof biraz aldım. Yer vaxtı çox kartof almağı xoşlamıram. Banan, yaşıl. Bunu da özüm belələrini aldım, bişmişlərini. Çünki indi keks bişirəcəm. Və sonunda kələm, xiyar, kök. Və beləliklə cəmi 250 manat demək olar ki, xərclədiyim 2 həftəlik yeməyimizə. Burada isə keks bişirirəm. Bu keksin resepti artıq mənim kanalımda, shortsda var. Və sadəcə olaraq əlavəm oldu ki, bura bir dənə də kəsmik əlavə etdim və içinə belə kəsib banan qoydum. Yarı xəmiri qoymuşdum, üzərinə banan qoydum və o birisi yarısını da bura əlavə elədim. Qalan şeylər hamısı eynidir. Bunu əvvəldən elədim ki, sadəcə bizim üçün çay içməyə bir şey olsun. Çünki çox işləyəcəyik və çay çox içəcəyik. Keksi sobaya qoyan kimi biz isə dayanmadan başlayırıq. Albina soğanları təmizləyir, bir də kökləri təmizləyəcək. Nərmiş isə bütün döşətlərini yuyur, mən isə əti çeşidləməyə başlayıram və bu işləri ən birinci başlayırıq ki, sonra isə bölüşdürək menyuda olan yeməklərə.
Deməli, mən belə polofabrikat eləyən günləri əvvəlcədən siyahı tuturam. Siyahı tutandan sonra siyahı yemək siyahısını tuturam ki, nə bişirəcəm, nələr olacaq menyuda. Sonra isə o menyuya baxıb hansı ərzaqları almalıyamsa ona baxıram və o siyahını düzəldirəm. O siyahını düzəldəndən sonra, yazdığımdan sonra sadəcə olub gedirik. Deməli, marketə onları alırıq və başlayırıq belə. Və bizim işimiz daha tez getsin deyənə paralel olaraq çalışırıq ki, nəsə eləyək. Orada soğan qızarırsa, məsəl üçün deyirəm, burada isə ət doğranılır. Orada sobaya nəsə qoymuşuqsa, qazın üstündə nəsə bişiririk. Elə eləyirik ki, paraleldə nələrsə eləyək, işimiz tez getsin. Çünki belə tez elə hələ 7 saat vaxtımızı aparıb. Döş ətini yuyandan sonra artıq Nərmiş bunları kubik vari doğrayır ki, bəzən makaronun, düyünün, qreçkanın üstünə qızardıb qoymaq istəyir. Ona görə bu formada sadəcə olaraq paketə qoyub buzluğa atacağım. Mən isə davam edirəm. Deməli, əti doğramağa. Əti doğrayandan sonra biraz kusoklarını ət olan pieces tikələrindən belə vururam üstünə, döyücləyib saxlayacağım. Duz istiotunu və istədiyim ədviyyatları əlavə edib bir paketə qoyub qoyacağım. İstəyəndə sadəcə olub çıxardıb bunları qızardıb yeyəcəyik. Çox dadlı olur. Nərminə isə keçdi nagins eləmək. Nagins üçün doğradığı uzunvari döş ətini və bu qabda 3 dənə yumurta, un, duz istiot əlavə edib başlayır burada bunları qarışdırmağa. Burada qarışdırandan sonra bir də çörək qırıntısında da bulayacaq. Sonra isə buzluğun şüşənin üstündə bir paket qoyandan sonra hamısını bir-birinin yanında düzəcək ki, bunlar buzlayanacan belə qalsın. Buzlayandan sonra bir paketə yığışdırıb qoymaq olur. Mən isə artıq əti döyəcləyib bitirdim və onları da duz istiot, zövqə görə başqa bir ədviyyatlar da əlavə edib paketin içinə yığıb belə qoyacağım ki, bunlar da buzlasın. İstəyəndə çıxardıb sadəcə qızardırıq və baxın bizdə nələr artıq hazırdır. Albina isə ən çətin iş düşüb. Bilmirəm siz üçün necə, mən isə rəndədən bir şey rəndələməyi heç xoşlamıram. O isə bu qədər kökü artıq rəndələyib. Mən isə başlayıram bu göyərtiləri təmizləməyə. Onları da harasa əlavə edəcəm. Amma indidən deyim ki, qızlar, göyərtiləri təmizlədim, yudum, amma heç bir yerə əlavə etməyə yadımıza gəlmədi. Hərdən belə də olur bizdə. Ona görə də bunları sabahları bir salat eləyəcəm və ora hamısını əlavə edəcəm. Çünki göyərti çox faydalıdır. Burada isə artıq bir böyük tavada, çuqun tavadır bu da. Burada soğan və kök artıq qızartmadadır. Bir bu qədər də bizdə yenə də olacaq. 2 dəfəyə qızardırıq bunları. Mən isə artıq 500 qram mal əti, 500 qram da toyuq ətindən götürürəm. Maşından çəkilmiş vəziyyətində və kalbasa üçün hazırlayıram. Bunları yaxşı-yaxşı qarışdırıram və içinə istədiyim ədviyyatları əlavə edirik. İstədiyimiz ədviyyatları əlavə edirik. Duz istiot öz yerində və başqa bir ədviyyat varsa sizin ürəyinizcə olan ət üçün, toyuq üçün onları da əlavə edə bilərsiniz. Mən də bura sarımsaqlı, bazilikli bir ədviyyatı əlavə etdim və üzərinə bir vaxt mənim vloqlarımdan birində görmüşdünüz ki, mən deməli sarımsağı sobada pürtmüşdüm və sonra onu yağla əzib qoymuşdum formalara, buzluğa. Ondan da əlavə elədim ki, kalbasa sarımsaq tadı və sarımsaq qoxusu gəlsin deyənə. Kalbasadan onu da əlavə etdim və sonradan yaxşı-yaxşı bu əti qarışdırıram və döyəcləyirəm ki, bunların arasında belə saplar mı deyim, əlavə əmələ gəlsin ki, ət daha yaxşı bir-birini tutsun, qarışsın. Bu qabda isə artıq toyuq kotleti üçün hazırlayıram. Burada deməli toyuq ətidir, kabaçokdur, bir ədəd kökdür, soğandır və yumurta əlavə edib qarışdırırıq. Burada isə nagenslər artıq biraz buzlayıb onları belə paketlərə qoyuram, bağlayıram və qoyacağım indi yenə də buzluğa. Nərminə isə kotletləri formalaşdırıb qoyur bu şüşənin üzərinə. Bu şüşəni də buzluğa qoyacağıq. Kotletlərin yarısı adi olduğu, yarısına isə içinə pendir qoyub bağladıq. Mən isə tənbəl dolması eləyirəm burada. Tənbəl dolmasına biz həmişə elə bil ki, kələmə bükürüksə, burada isə kələm, soğan, kök qızardılıb içinə əlavə olunur və qalan ədviyyatlardır. Deməli, göyərtini bura əlavə edə bilərsiniz. Mən isə göyərtini unutdum yenə də deyim sizə. Ona görə göyərtisiz oldu. Bir də bura qızlar mütləq yumru düyü əlavə edirik. Və sonra belə kotlet formasında, amma biraz kotletdən daha yumru formalaşdırıb qoyuruq belə. Yenə də şüşənin üzərinə, taxtanın üzərinə, sizə nə də rahatdırsa və nə sizin buzluğunuza rahat keçirsə, ona qoyub buzluğa qoya bilərsiniz. Ən xoşum gəlməyən bu prosesdə nədir? Odur ki, qızlar, ailə hamısı evdədirsə, onlar üçün də nəsə düşünməlisən ki, onlar da yesin və artıq axşama doğru gedirik deyənə axşam yeməyi də bişirmək lazımdır.
və axşam yeməyi üçün belə bir döşətini belə böyük tikələrə doğradım və indi evdə şaşlıq bişirəcəm. Çox dadlı olmuşdu qızlar. Əvvəlcədən sizə deyim, çox xoşuma gəldi. Bunu yenə də təkrarlayacağam. Çox sadə, rahat bir usuldur, amma çox dadlıdır. Və mən daha burada heç hansısa bir qarnir də eləmədim. Sadəcə olaraq bunu yedilər uşaqlar da, biz də böyüklər də və çox xoşumuza gəldi. Bu arada bizim vaxtımız tez geçsin deyənə, biraz da maraqlı olsun deyənə bir dənə seriala baxırdıq. Nərminə tapmışdı bu serialı. Dedektiv serialıdır. Çox maraqlıydı. Ona baxa-baxa bu işlərimizi də gördük. Baxın nə gözəl. Axırda bizdə alındı. Bunları qoyduq sobaya, biz isə davam edirik. Burada artıq soğan qızarması hazır idi və bunları paketlərə qoyurduq. Amma sonradan ikinci dəfə qızardandan sonra mən qoydum formalara, silikon formaya. Çünki paketə qoyanda birazdan gördük ki, xaladelnikdə bunun yağı tökülüb və bir reis buranın hamısını silmişəm. Sonra isə səhər bunları hamısını çıxardıb yerbəyer edəndə gördüm ki, yenə də dağılıb. Yenə də hamısını təmizlədim. Ona görə bu hallar sizdə olmasın deyəndə çalışın ya 2 dənə paketə qoyun ya da ki formalara qoyun, silikon formalara ki daha rahat olsun, heç nə də heç yerə tökülməsin. Onları yerbəyer edəndən sonra başlayıram kalbasa üçün olan əti yaxşı döyəcləyim, qarışdırım və yarım stəkan da su əlavə edib buna qoyuram bunu xaladelnikə. Üzərini streç paketlə bağlayacağım. Sizsə yoxdursa adi bir paketlə də qapağıyla da bağlaya bilərsiniz və qoyuruq bunu səhərəcən adi xaladelnikə. Bizim isə kebablarımız artıq hazırdır. Çox dadlı olmuşdu. Bu sobada olan paydı. Biri isə yarısı isə ayrı grilə qoymuşdum. Ayrı grildə hamısı yerləşmədiyi üçün burada qoydum. Bu isə bizim yuvalarımızdır. Bu dəfə ətdən hazırladım. Burada isə Nərminə sendviçlər hazırlayır. Sendviçləri keçən vloqlardan birində də eləmişdim. Yuvaların içinə biz göbələk qoyuruq, soğan və köklə qızardırılmış. Üzərinə isə bir də Holland pendiri əlavə eləyəcəyik. Bundan qaldı deyənə sendviçlərin içinə də bunları əlavə edim. Keçən amma vloqlarımdan birində eləmişdim. Orada sadəcə olaraq Holland pendiri qoymuşdum sendviçlərin içinə və pomidor qoymuşdum. Elə də çox dadlıdır. Qabaçoq da qoya bilərsiniz. Hansı tərəvəz ürəyinizdən keçirsə, hansı tərəvəzi daha çox xoşlayırsınızsa onu da qoya da bilərsiniz. Yuvaları sadəcə olaraq belə bir qabların içinə qoydum. Üstündən paketlə bağlayacağım və üst-üstə qoyub yığacağım buzluğa. Nərminə isə davam edir sendviçlərin içinə də bundan əlavə etməyə. Onların da üzərinə, daha doğrusu içinə Holland pendiri də əlavə edib sonra isə bağlayırıq. Burada isə artıq kiş hazırlayırıq. Kiş bu piroqdur belə. Bura nə əlavə edirik? Qabartma tozu, un, yumurta, süd və biraz da əridilmiş yağ. Bunları hamısını qarışdırırıq, yaxşı xəmiri yoğururuq. Xəmiri formalarda deməli düzəldirik. Biz balaca formalarda elədik, alüminium formalarda, çünki hər istədiyimizdə birini çıxardıb bişirib yemək üçün. Üzərinə isə nə istəyirsiniz qoya bilərsiniz. Ət də qoya bilərsiniz, sadəcə göbələk də qoya bilərsiniz. İstəsəniz toyuq ətini də qoya bilərsiniz. Biz nələr qoyduq onu da deyim sizə. Bizdə biri kələm qızartmasından oldu. Kələm, soğan və kök. O birisi ikisi isə bizdə toyuq qızartmasından oldu. Toyuq farşını köklə və soğanla biz qızartdıq və qoyduq bunun içinə. Üzərinə isə sous hazırlayırıq. Sous nədən olur? Sous isə Holland pendirdən və qaymaqdan yaxşı qarışdırırıq. Üzərinə əlavə edirik. Sonra isə siz bişirib də saxlaya bilərsiniz buzluqda bunu. Sonra sadəcə olaraq istidib yeyirsiniz. Ya da mənim kimi belə çiğ halda saxlayırıq və istədiyimizdə çıxardırıq. Sobaya qoyuruq və bişiririk. Unutdum qızarsa deyim ki, sousun içinə həm də 3 dənə yumurta əlavə elədik. Holland pendiri, bir də ki qaymaq. Qaymaq yoxdursa süd əlavə edə bilərsiniz. Heç nə olmaz. Biz məsələn süd əlavə elədik. Duz istiyoruz zövqə görə qarışdırırıq və bizim elədiyimiz bu formaların indi içliyini əlavə edib, sonra isə üzərinə sousdan əlavə edirik. Qaşıqla götürürsünüz və belə hər yerə yaxşı yayırsınız. Belə 3 dənə alındı bizdə. İndi bunların qapaqlarını da bağlayıb qoyacağıq. Bu ətlə nə olur? Və burada isə 4 ədəd şirin piroq hazırlayırıq. Bu piroqlardan keçən dəfə hazırlamışdım. Sadəcə olaraq yumru etmişdim. Bu dəfə isə yenə də eləyirəm. Çox xoşumuza gəldi keçən dəfə. Hər şirniyyat istəyən kimi 15 dəqiqəyə hazır olduğu üçün çox əl tutmuşdu mənə və həmişə də uşaqlar üçün şirniyyat var idi. Mənim oğlum əslində Emil yox, böyüyü çox xoşlayır şirniyyat və bir gün evdə şirniyyat olmasa başlayır mızıldanmağa. Ona görə də belə bir şey evdə olanda mənim üçün çox əl tutmuş olur. Çünki bir dəqiqə çıxardıram, bir 15 dəqiqəlik sobaya qoyuram və hazırdır. Hamısı xoşbəxt olur. Ona görə də indi də bunlardan hazırlayırıq. Üzərinə isə cheesecake-də olduğu kimi smetanla
kəsmiyi qarışdırırıq, bir də yumurtanı. Zövqə görə şəkər əlavə edirsiniz və üzərinə isə mən gilə meyvə əlavə etdim. Və beləliklə 4 dənə də şirniyyat piroqu oldu bizdə. Və demək olar ki, son hazırlıqlardan biri də deməli qat-qat xəmir. Qat-qat xəmir xaladelnikdə olandan o da çox əl tutur. İstədiyiniz zaman həm şirniyyat, həm də sadə piroqlar nə istəsəniz bişirə bilərsiniz. Bunu nərminə eləyir. Bunu da yoğurandan sonra biz başlayırıq son yeməyimizi bişirməyə. Bu da blinçikdir. Blinçikin içinə biz qoyduq toyuq qızartması qalmışdı ondan qoyuruq və biraz da kəsmili elədik. Saat artıq 9-a qalıb qızlar və rovna 9-da biz hər şeyi bitiririk və çox xoşbəxt bir halda özümüzü yorğun hiss eləsək də çox bir xoşbəxtlik də var. Çünki hər şeyi çatdırdıq, hazırladıq. Paralel olaraq mən quyruğu da əritmişdim. İndi onu da süzəcəm bu qazana. Qovurmasını isə ayrı qoyacağım balaca qazana. Bunları da qoyacağım xaladelnikə və bununla demək olar bitir. Və sümüklər də var idi, hansıları ki mən ətlərdən çıxartmışdım. Onları da ayrıca balkonda qaynatdım ki sabaha sous hazırlayım. Beləliklə bugünkü işlərimizi tam bitirmiş olduq. Və keçən vloqlarımdan birində quyruğu əritmişdim. Onda isə yağ az çıxmışdı və bir xanım mənə yazmışdı ki quyruğu maşından keçirdib sonra qızardım. Bu dəfə elə elədim, sağ olsun həmən xanım. Düz deyirmiş, daha çox yağ çıxdı və bir də təşəkkürümü bildirirəm. Artıq səhərsi gündə qızlar kalbasaya hazırladığım əti çıxardıram və kalbasanı formalaşdırıb indi qoyacağım sobaya. Bunun üçün belə bir fırın soba üçün olan belə paketləri götürürəm. Yəqin hamınız görmüsünüz belə paketlər. Bişirmə paketləridir. Bunlar hər bir marketdə satılır. Bundan 2 dənə götürürəm də həmin bu əti, burada 1 kiloydu. Bunu mən 2 tərəfə bölüb bunları da formalaşdırıb qoyacağım indi sobaya. Qıraqlarını bağlamaq üçün öz belə balaca simləri var idi. Amma məndə bununla bağlamaq alınmadı. Ona görə gətirdim belə sap. Bu sap sobada yanmır. Bunu gətirdim və bununla albinan köməkliyi ilə birlikdə bağladıq. 2 dənə belə kalbasa alındı. İndi bunları qoyacağım sobaya. 3 saata bişəcək. Birinci saatda 60 dəqiqəlik qoyuram. İkinci saatda 80 dəqiqəlik qoyacağım və üçüncü saatda 80 dəqiqəlik qoyacağım və altına biraz su da qoyacağım ki parda bişsin. Əslində bunlar belə spesial kağızlarda bişməlidir. Amma biz belə torbalarda bişiririk. Amma birinci dəfə etmirik. Həmişə yaxşı alınıb. İnşallah bu dəfə də yaxşı alınar. Nəhayət ki qızlar, dünən 7 saatımı mətbəxdə keçirsəm də 2 həftəlik tam boş vaxtım oldu. Özüm üçün vaxt ayırdım. İndi baxın nələr bişirmişəm dünən. Dünənləri bişirmişəm nagenslər, toyuq nagensləri 2 belə paket. Burada nə var? Burada isə toyuq kotletləri 2 belə paket. Burada isə tənbəl dolması 2 paket. Deyim ki sizə heç də adi kələm dolmasından fərqlənmir. Daha da dadlı da olur hərdən. Bu nədir? Bu deməli toyuq sendviçləri keçən vloqlarımdan birində eləmişdim. Əgər baxmamısınızsa mütləq baxın. Burada reseptini qoyacağım. Bu deməli nədir qızlar? Bu isə qızartdığım soğan və kök. Hansını ki bütün yeməklərə əlavə edib bişirmək olar. Bu isə nədir? Bu kişdir. Kiş, belə deyək, piroq. Piroq kələm ilə və belə də 2 dənə də eləmişəm toyuq ilə. Cəmi 3 dənə oldu. Burada nə var? Burada uşaqlar üçün şirniyyatdan da uşaqlarım qalmasın deyənə 4 dənə cheesecake. Çox dadlı, kəsmili və gilə meyvəli 4 ədəd. Burada isə deməli toyuq kubik varı doğranmış. Burada ət uzun vari doğranılmış. Bu döyülmüş ət və 1 ədəd belə farş saxladım. Bəlkə nəyəsə, ürəyim nəsə istəsə və vaxtım olan zaman nəsə bir şey bişirə bilərəm əlavə. Burada isə belə yuvalar eləmişəm. Bunlardan 6 ədəd alındı. Burada isə yenə də uşaqlarım birdən başqa bir şirniyyat istəsələr ya da şirniyyat olmasın da hansısa bir deməli axşam yeməyinə, günorta yeməyinə nəsə bişirmək istəsəm, xəmirli 2 ədəd belə bir qat-qat xəmir etmişəm. Və bu da soğan və kök qızartması. Beləliklə qızlar 7 saatımı mətbəxdə keçirsəm belə, amma indi çox xoşbəxtəm ki, gündəlik vaxtımı qənaət etmiş oldum. Bəlkə də hansısa evdə olan xanımların buna vaxtı çatır və hər dəfə istədiyi bir yeməyə vaxt ayırıb bişirə bilirlər. Məndə isə alınmır, çünki iş arası qaçıb gəlib bunu bişirəndə həmişə istədiyim bir şey olmur. Ona görə də mənim üçün belə daha əlverişlidir. Ürəyimdən keçən bütün yeməkləri bişirə bilirəm bir gün ərzində və saxlayıram belə buzluqda. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, məni sonacan izlədiniz. Hər birinizə təşəkkürümü bildirirəm və hələ də mənə abunə olmamısınızsa abunə olmağı unutmayın ki, mənim videolarımı qaçırmayın.
kaçırmayasınız və yeni reseptlərlə sizinlə də bölüşə bilim. Sizə isə uğurlar arzu edirəm. Özünüzə yaxşı baxın. Gələn görüşlərə dək.